Hörmətli İqtisadi Forum izləyiciləri, gününüz aydın. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bugünkü müzakirənin mövzusu özünü məşğulluq olacaq. Bu nə deməkdir? Biz bir qədər daha sonra aydınlaşdıracağıq. Bəlkə də sizlərdən kimsə bu terminlə tanışdı, bu məfhumla tanışdı, mənasını da bilir. Amma söhbətə keçməzdən öncə mən həmişə kimi istəyərdim hörmətli qonaqları sizə təqdim edim. Məndən sağda Fuad müəllim Rəsulov, Xəzər Universitetinin professoru. Məndən solda Qalib müəllim Toğrul, Qalib müəllim İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəridir. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Ümid edirəm ki, həmişə kimi sizin burada söylədikləriniz tamaşaçılarımız üçün maraqlı olacaq. Hörmətli izləyicilər, öncə qeyd etdiyim kimi bugünkü söhbətimiz özünü məşğulluğa həsr ediləcək. Hər şeydən öncə biz bu məfhumun altında nələr durduğunu gərək nəzərdən keçirək. Ümumiyyətlə, bugünə qədər bu barədə elə də geniş mediada, ya deyək ki, müxtəlif məqalələrdə, müsahibələrdə söhbətlər olmayıb, televiziya kanallarında da o cümlədən. Amma bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti yaxınlarda deyəndə aprelin 7-sində yeni bir sərəncam imzalayıb. Həmin sərəncamın adı belədir: əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında. Çox qısa mətindir, amma çox, mən deyərdim ki, mənası belə kifayət qədər böyük və islahat ruhlu bir sərəncamdır. Nələr nəzərdə tutulur, qeyd olunur burada. İki bənddən ibarət olan bir sənəddir. Birinci bəndində deyilir ki, əhalinin özünü məşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 16-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılsın. Yəni, bu məbləğ Azərbaycanda ilkin olaraq bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün ayrılır. Özünü məşğulluğun inkişafı üçün. Özünü məşğulluq ümumiyyətlə dünyanın əksər ölkələrində inkişaf etmiş bir amildir. Yəni, bu amil imkan verir ki, bir tərəfdən biz bildiyimiz kimi məşğulluğu təmin etsin, digər tərəfdən insanlar əlavə qazanc mənbəyi sanki İkinci iş yeri, üçüncü iş yeri və s. Azərbaycanda da bu praktika var. Belə bir termin də var, freelancer. Yəni, özünə iş axtaran mütəxəssis. Bunun altında başa düşülür. İş axtaran mütəxəssis. Yəni, freelancerlar xüsusilə də internet inkişaf etdikdən sonra müəyyən onlayn rejimində öz xidmətini təklif etmək imkanları yarandıqdan sonra qeyd edim ki, bu sahədəki inkişaf çox böyük sürətlə göz qabağındadır. Yəni, xırda bir, bununla onun, o freelancer dediniz, onun xırda bir fərqi var. Fərqi də var. Bugün, misal üçün, Amerikada əmək qabiliyyətli əhalinin 34%-i özü məşğulluq sahəsində demək, əlavə qazanc əldə edə bilirlər. Gözlənilir ki, 20-ci ilə qədər, 20-ci ilə Amerika Birləşmiş Ştatlarında belə özünü məşğul edənlərin sayı əmək qabiliyyətli əhali içərisində 45%-ə çatacaq. Çox böyük rəqəmlərdir. Azərbaycanda da bu freelancerlər, özünü məşğul edən insanlar kateqoriyası get-gedə genişlənir. Mən istərdim ki, əvvəlcə bu məfhumdan başlayaq. Bu məfhumun altında nələr başa düşülür? Fuad müəllim, buyurun. Sözün düzü, bugünkü gündə iqtisadiyyatda müşahidə olunur tənəzzül. Və bu vəziyyətdə işsizlik,
artır və yüksək işsizliyin mənəvi nəticələri də olur. Adətən bu vəziyyətdə cinayətlərin sayı artır, əhali arasında bu peşəkar və sosial deqradasiya başlayır. Və bu özünü məşğulluq müxtəlif formaları olur onun. Və bunun inkişafı adətən cəmiyyətdəki belə bir tendensiyaları, prosesləri azaldır, normaya salır cəmiyyətdə. Onun təri bu vacibdir. Məhz bu səbəbdən mən hesab edirəm ki, bax, bu vaxt belə sərəncam da imzalandı. Yəni, dövlət hiss edir ki, bu vacib bir sahədir. Şəxsi məşğulluq deyəndə tək bir adam tərəfindən, mən öz mövqeyimi deyim, əmək prosesinin təşkili deməkdir. Yəni, tək bir adam əmək prosesini təşkil edir. Eyni zamanda burada bəzi hüquqi nüanslar var. Yəni, burada işə götürən yoxdur. Bizdə, bizim qanunvericiliyimizdə nəzərdə tutulur ki, o iş yerində təhlükəsizlik, sağlamlıq və s. məsələlərə cavabdehdir işə götürən, o təmin etmək. Yəni, əgər muzlu işə götürən... Ancaq özü məşğulluqla bu insan özü yaradıbsa bu iş yerini, deməli bu insan öz sağlamlığını, təhlükəsizliyi üçün özü məsuliyyət daşıyır. Risklər böyükdür orada. Bəli, özü məsuliyyət daşıyır. Burada fundamental, əvvəlcə başa düşmək lazımdır, fundamental bir fərqi. Nə ilə fərqlənir bu insan və sahibkarlıqla məşğul olan insan? Fundamental fərq bundan ibarətdir ki, bu deməli şəxsi məşğulluqla deməli məşğul olan insan, onun ixtiyarı yoxdur özünə bir işçi götürsün. Bax, bu fundamental fərqdir. İşçi götürə bilməz. İşçi götürən kimi sahibkara çevrilir. Uca çevrilir, ayrı kateqoriyaya keçir. Bu bir incəlikdir. Sonra mən istəyərdim əvvəlcə bəzi nüanslara toxunum. Qərb ölkələrində iş bundadır ki, statistikada, məşğulluğun statistikasında, onun strukturunda öz-özünə iş tapan və eyni zamanda ona pulsuz yardım edən ailə üzvləri birləşib bir qrupa, statistikada öz əksini tapır. Eyni zamanda xaricdə hərbiçilər bu kateqoriyaya aiddir, statistikada, məşğul kimi. Siz hərbiçilər dediniz, mən elə hörmətli izləyicilərə bildirmək istərdim ki, bəlkə də bilirlər ki, ilk freelancerlar məhz o döyüşçülər olub, bu sahədə öz xidmətini təklif edən. Yəni, əmək haqqı almayan və sosial təminat sisteminə öz tövhəsini verməyən insanlardır. Və burada ilk sual, 2 dənə sualım var. Onları mən səsləndirim və bəlkə də siz cavab verərsiniz o suallara. Birinci, bizim qanunvericilikdə belə kateqoriya insanlar nəzərdə tutulub, yoxsa yox? Yəni, şəxsi məşğulluqla məşğul olan insanlar nəzərdə tutulub, yoxsa yox qanunvericilikdə bir kateqoriya kimi. İkinci sual, Qərbdə, mən yenə deyirəm, bu statistik məlumatlarda məşğul olan və ona kömək edən insanlar birləşib bir qrupda və statistikada öz əksini tapır. Buna hətta bir növ pulsuz ailə işçiləri deyirlər. Bu, belə kateqoriyada var statistikada. Bəs bizdə necədir? Mən hiss edirəm ki, bax, bu hətta sərəncamı oxuyanda ki, xaricdə nəzərdə tutulan, onların qanunvericiliyində öz əksini tapan, özü məşğul olan, özünə iş tapan insanlar və bizdə bugünkü gündə cəmiyyətdə nəzərdə tutulan insanlar kəskin şəkildə fərqlənir. Çünki xaricdə statistikada özü məşğulluqla nəzərdə tutulurlar, hətta iri şirkətlər sahibkarları, böyük kampaniyalar, onlar da o statistikaya daxildir. Yəni, fərqli yanaşmalar. Bəli. Biz isə, bax, indi hal-hazırda bizim söhbətimiz olacaq,
Xaricdə buna deyirlər mikro müəssisələr, yəni bir nəfər, iki nəfər fəaliyyət göstərən mikro, bax belə obyektlər bunun ətrafında düşünürük, fikirləşirik, necə kömək eləyək, necə inkişaf etdirək. Bundan ötürü mən hesab edirəm ki, ilk növbədə bax bu kateqoriyaları aydınlaşdırmaq lazımdır. O cümlədən qanunvericilikdə öz əksini tapmalıdır ki, biz kimlər barəsində ümumiyyətlə ifadəni işlədə bilərik. Bəli, mən Fuad müəllimin sözünə qüvvət kimi deyə bilərəm ki, Sabit müəllim, bu anlayışdan yeganə Azərbaycan Respublikasının qanunvericiliyində bir dənə məşğulluq haqqında Azərbaycan Respublikası qanununda istifadə olunur. Orada birinci maddədə əsas anlayışlar maddəsində göstərilir ki, özünü məşğulluq əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir. Çox maraqlı bir nüans burada ondan ibarətdir ki, adətən qanunda anlayışları verəndə sonradan onun içərisində sonraki maddələrdə istifadə edirlər. Amma bu qanunda bu maddədən sonra istifadə olunmuyor. Yəni bu bura niyə salınıb? Yetişməmişdir. Ola bilsin, yəni İndi yəqin gözləmək olar ki, nəsə dəyişiklik olacaq. Bu, siz dediyiniz, Fuad müəllim dedi, siz dediyiniz freelancerlə, bunların fərqi ondadır ki, yəni bunlar konkret öz əmək qüvvəsini satmırlar. Bunlar özləri iş qururlar. Burada hansısa işə götürənlə, heç kəsdən asılı olmayan müstəqil şəraitdə. Yəni bu işin qurulması, bu demək buradan gəlir əldə olunması və yaxud ailəsinin tələbatını ödəmək üçün müəyyən ərzaq əldə olunması heç kimsədən asılı deyil. Yalnız özündən asılıdır və Fuad müəllim qeyd elədiyi kimi bir də ola bilsin ki, onun ailə üzvlərindən asılıdır. Ona görə də bu layihə daha çox yayılıb kənd yerlərində şəxsi yardımcı təsərrüfatın formalaşdırılmasında, kənd təsərrüfatında əkinçiliyi ilə bağlı, maldarlığı ilə bağlı, arıçılığı ilə bağlı, yəni bu cür təsərrüfatlar çoxdur. Bir də o anlayışın özünə yanaşmalar müxtəlifdir. Məsələn, ölkələr var ki, hesab edirlər ki, Fuad müəllim dediyi kimi, bunu bir sahibkar kimi yanaşmırlar. Hesab edirlər ki, bu bir ayrıca bir kateqoriyadır. Amma bəzi ölkələr var ki, fərdi sahibkarları bu kateqoriyaya aid edirlər. Özünü məşğul olanların kateqoriyasına fərdi sahibkarlar da aiddir. İndi burada bundan əvvəl mən məlumat xarakterli bir şey deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təxminən 4 il bundan əvvəl biz də Fuad müəllimlə o layihədə iştirak eləmək istəyirdik. Müzakirələrdə iştirak elədik, amma layihədə iştirak eləmədik. Özünün dəstək adında bir layihə həyata keçirdi. Siz bilirsiniz ki, yoxsul ailələrə, belə deyək, tamaşaçılar üçün, dinləyicilər üçün aydın olsun ki, yoxsul ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sosial yardım verir, ünvanı dövlət sosial yardımı. Həmin ünvanı dövlət sosial yardımını onlar 2006-cı ilin iyulundan başlayaraq verdilər. Təxminən 2011-ci ilin sonlarında, 2012-ci ildə fikirləşdilər ki, bu ünvanı sosial yardım axı bunları yoxsulluqdan çıxartmır. Bu adam alır və qalır yoxsul, yenə də yoxsul qalır. Sadəcə bunun minimum fizioloji tələbatı ödənilir. Yəni yaşamaq üçün nə lazımsa minimum ən ucuz paltar alır, ən ucuz yemi ərzaq alır. Burada doğulan uşaqlar da xəstədir, burada doğulan uşaqların səhiyyə çıxışı çətindir, təhsillə əhatə olunması çətindir. Onda qərarı aldılar ki, biz də belə bir təklif vermişdik, İqtisadi Tədqiqatlar Mərkəzi olaraq. Fuad müəllimlə müzakirədə iştirak elədik ki, belə bir dünyada belə bir özünü təminat deyilən bir layihə var ki, ailə özünü təmin eləyir. Yəni müəyyən bir iş qurur, özünü təmin eləyir. Yəni bu özünü məşğulluğa, birinci mənada özünü məşğulluğa çox oxşar bir layihədir. Bu nədən ibarətdir? O vaxt biz təklif elədik ki, gəlin bir illik ünvanı sosial yardım ailə nə qədər, bir illik məbləğ nə qədərdirsə, onu siz bir dəfəliyə verin. Tutaq ki, ay-baya almasın, bir dəfə alsın əlinə. İldə alacaqsa 3000, onu ay-bay böləndə tutaq ki, ayda 100 neçə manat alırsa, 200 neçə manat alırsa, elə verməyin, elə 3000-i birdən verin ona. O adam geçsin, nəsə bir iş görsün. Yəni, onlar da o vaxt, mənim yadımdadır, bu Füzuli Ələkbərovun vaxtındadır, onlar da Maliyyə Nazirinə müraciət elədilər filan. Yəni, onlara ayrıca vəsait ayrılmadı. Onlar dedilər ki, o vəsaitdən istifadə edin. Biz təklif eləmişdik ki, həm onlara, çünki ünvanı sosial yardım verilsin, həm də bu iş qurulsun. Yəni, müvəqqəti verilsin ki, onlar, axı bu ilk dövrdə inək almışsansa, bu inək nə vaxtsa doğacaq, bir neçə aydan sonra bunun balası olacaq, bu onda süd verəcək axı. Və yaxud nəsə əkmisənsə, bir neçə aydan sonra sən onun məhsulunu. Ona görə o həmin aylarda yaşamaq lazımdır axı. Ki, siz ünvanı sosial yardımı həmin bir il verin, biz minimum bir müddət qoyduqlar, bir il verin, bir ildən sonra dayandırın onun verilməyin. Maliyyə Naziri razı olmadı o vaxt, onlar da məcbur oldular ki, ünvanı sosial yardımı dayandırdılar, həmin məbləği bir dəfəliyə verdilər. Və 13 rayonda 271 ailəyə həmin vəsaitləri verdilər.
Bizim təşkilat həmin ünvanlı sosial yardımı özünə dəstək şəklində alan əhalinin, yoxsul əhalinin, bir Xaçmaz rayonunda 30 ailənin, bir də Bakı şəhər Nizami rayonunda 21 ailənin biz monitorinqini keçirdik. Yəni orada bizim o monitorinqdən sonraki bizim təkliflərimiz vardı. O monitorinq nəticəsində aşkara çıxarılmış müəyyən şeylər, müşahidələr vardı. Müəyyən biz belə nəticəyə gəldik ki, məsələn olmuşdu ki, inək vermişdilər, inək ölmüşdü, xəstələnib ölmüşdü. Yəni biz orada belə bir məsələ qaldırmışdıq ki, bunun əmlaki sığorta olunsun. Sonra yəni biz ancaq bu qənaətə gəldik ki, bizim yekun monitorinqdən çıxan qısa şəkildə deyim, vaxtımızı çox almayaq. Qənaətimiz bu oldu ki, bu da az təminatlı əhalini, ailələri yoxsulluqdan çıxarmır. Çünki biz onlar arasında sorğu keçirdik, məlum olmuşdu ki, bunlar özlərinə olan ən vacib şeyləri alırlar. Əsasən xərcləyirlər ərzağa, ucuz paltara. Məsələn, çoxu orada demişdi ki, biz dərman almağa pulumuz olmayıb. Dərman lazım olub, amma almağa pulumuz olmayıb. Yəni, bunun davamı olaraq biz təklif elədik ki, onlara əvəzsiz şəkildə qrant verilsin. Sonraki mərhələdə fərdi sahibkar kimi işləməsi üçün faizsiz kredit verilsin. Sonraki mərhələdə sahibkarlığa kömək fondu ilə əlaqələndirilsin, onlara aşağı faizli mikrokreditlər verilsin. Çox təəssüf ki, yeni nazir gələndən sonra həmin layihə dayandırıldı, davam eləmədi. Həmin layihəyə 335.460 manat pul xərcləndi. Və mən hesab edirəm ki, heç də uğursuz layihə də demək olmazdı. Yəni, müəyyən uğurlar vardı, müəyyən nəticələr vardı. İndi qaydaq özünü məşğulluğa. Bu özünü məşğulluq əvvəla Fuad mənim dediyi kimi birinci bir kateqoriya müəyyən olunmalıdır ki, bu söhbət özünü məşğulluq dedikdə, anlayış altında nələr başa düşülür. Bir də ikinci müəyyənləşdirmək lazımdır ki, hansı meyarlar əsasında bu veriləcək. Mən belə başa düşdüm ki, əmək bu veriləcək, yəni nə veriləcək? Əmək və Əhalinin, indi mən deyim, 6 milyon pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov açıqlama verdi ki, biz 68 rayonda, hər rayonda 20 ailə olmaqla hər bir ailəyə 4000 manat pul verəcəyik. Və onları da yenə biz seçəcəyik az təminatlı ailələr, yəni yoxsul ailələr. Amma bunun sözün özünün də kökündə, Sabit müəllim, özünü məşğulluqsa, özünün kökündə söhbət məşğulluqdan gedirsə, söhbət burada təkcə yoxsul ailələrdən getmir. Söhbət burada həm də işsizlərdən gedir. Yəni o və üstəlik də nəzərə alsaq ki, bunu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Dövlət Sosial Təminat Xidməti yox, artıq Dövlət Məşğulluq Xidməti məşğul olacaq bu layihə ilə. Ona görə də mən hesab edirəm ki, bu yoxsullara yox, bu verilməlidir məhz işsizlərə. İşsiz də Azərbaycan qanunvericiliyinə görə kimdir? İşsiz də odur ki, əmək qabiliyyəti olan, lakin özünə iş tapmayan, yəni məşğulluq xidmətinə müraciət edən, ora qeydiyyatdan düşən 11 gün ərzində 2 münasib iş əgər ona təklif olunmazsa, o işsiz kimi qeydiyyata götürülməlidir bizim qanunvericiliyinə. Bu şəkildə ona təklif oluna bilər. Təbii ki, mən məsələn başqa meyarlarda təklif eləyirəm. Mən təklif eləyirəm ki, o işsizin ailəsində uşaq olsun. Uşaqlı ailə olsun. Ən azı minimum... Yəqin ki, o digər meyarlar o zaman vacib olar ki, əgər namizədlər bu növ yardıma çox olarsa, onda onların arasından digər amillər nəzərə alınaraq seçilə bilər. Elədirmi? Deməli, mən belə başa düşdüm ki, bugün açıqlanan, hələ ki, açıqlanmış konsepsiya yoxdur. Konsept yoxdur. Yəni bu 6 milyon necə istifadə olunacaq? Məlum olan ancaq ola bilsin, bu demək deyil ki, konsepsiya yoxdur, ümumiyyətlə yoxdur. Ola bilsin ki, var, sadəcə olaraq ictimaiyyətə açıqlanmayıb və bizim də məlumatımız bu barədə yoxdur. Və məhz bax bunu nəzərə alaraq mən təklif eləyərdim ki, bizim bugünkü söhbətimiz bu konsepsiya üzərində iş gedirsə, bəlkə həmin işləyənlər üçün də müəyyən maraq kəsb edə bilər. Yəni, biz digər ölkələrin təcrübəsinə baxsaq, nələri görə bilərik? Bax, bu sahədə, yəni özünü məşğulluğun inkişaf etdirilməsində digər ölkələrin təcrübəsi nəyi göstərir? Varmı sizdə belə? Sabit müəllim, mən o xarici təcrübəyə keçənədən birincisi diqqətlə qulaq asdım Qalib bəyin izahatlarını.
kifayət qədər düzgün fikirlər səsləndi. Ancaq mən istəyərdim ki, bu məsələyə daha geniş baxılsın. Birincisi, heç də kifayətlənmək lazım deyil kənd təsərrüfatı sahəsi ilə, ev təsərrüfatları ilə və s. Unutmayaq ki, bu gün ən geniş yayılmış şəxsi məşğulluq sahəsi və onun forması ticarətdir. Bugünkü gündə Azərbaycanın özündə milyona yaxın insan hər gün alqı-satqı prosesində hansısa formada iştirak edir. Bax, gəlin, bu ruslar deyir çelnok. Yəni, belə insanlar var ki, bizdə də var. Gedirlər hariyəsə, xaricə ya da ölkənin daxilində hansısa malları alırlar, çatdırırlar, təhvil verirlər. Bununla da öz faizlərini qazanırlar. Mən sizə deyim ki, bu insanlar arasında bugünkü gündə rastlaşmaq olar. Kim istəyirsiniz orada tələbələrlə, pensiyaçılarla, nə bilim, keçmiş məmurlarla, alimlərlə, yəni hər bir sosial-demografik qrupları rastlaşmaq olar bu işlə məşğul olanlar. Bu bir istiqamət, amma təkcə ticarətlə kifayətlənmək lazım deyil. Fikir verin, nəqliyyat sahəsi, şəhər doludur, təkcə Bakı yox, Respublikaya gedin, taksi, bu nədir? Şəxsi məşğulluqdur. Bu insan işçi götürmədən öz şəxsi maşınını, yük maşınını, nə bilim, digər avtomobili istifadə edir və öz ailəsini dolandırır. İş yeri özü üçün açır. Biz təmir sahəsi, dərzi, ayaqqabı, müxtəlif televizor, soyuducu, bunların təmiri, avtomobillərin təmiri, bunlar hamısı şəxsi fərdi görürsən, bu özü məşğulluğuyla məşğul olan insanlardır. Və ondan təri bu tamamilə geniş. Mən sizlə razıyam nə sahədə. Deməli, kasıb insanları axtarmaq və onlara yardım göstərmək bu tamam ayrı şeydir. Bir də var ki, görün, biz daha sahə qalmadı ki, biz ona toxunmayaq, özü üçün iş yeri açıb və özü də dolanır, ailəsini də dolandırır. Bu tamam ayrı anlayışdır. Ondan sonra ən vacibi qanunvericilikdə birinci o anlayışı açıqlamaq. Biz kimdən danışırıq? Əgər biz əvvəlki kimi ilə sosial yardım göstəririksə kasıblara, bu tamam ayrı proqramdır. Yox, əgər biz bu anlayışdan danışırıq, iş yerləri açırlar və bunlar hər bir halda mən bu sərəncamın iki təsirini görürəm. Bu sərəncamın. Birinci, bir tərəfdən yuxarıda mən səsləndirəm, bax bu deməli sahələri və o deyilənləri repetitorluq. Neçə dəfə səslənib ki, müəllimlər bu faktiki olaraq tək özü üçün bir qazanc mənbəyi tapıb, iş yeri açıb və bundan məşğul olur. Bu heç də pis deyil. Bu sərəncamın mən hesab edirəm ki, birinci təsiri odur ki, bax, bunları hamısını sistemləşdirmək lazımdır. Bir sistem şəklində bunları həm vergi tutmaya cəlb etmək lazımdır. Bugünkü gündə ölkənin mən sizə deyim ki, bəlkə də 1/4 işlə məşğul olan, yəni hansısa fəaliyyət göstərən insanlar hamısı ilə şəxsi məşğulluqla məşğuldur. Yəni bunu inkişaf etdirmək bu tamam ayrı şeydir. Birinci, əvvəl sistemə salmaq lazımdır, vergi sisteminə cəlb etmək lazımdır və ikinci təsiri ola bilər ki, yeni bir insanları, o işsizləri, hansılar ki, bugünkü gündə qazanc mənbəyi yoxdur bunlar üçün, onlara yardım göstərmək, hansısa treninqlər öyrətmək və siz deyən kimi hansısa yardım, grantdımı, yəni ilkin bir biznesi açmaq üçün məbləğ vermək, bu ikinci təsiri ola bilər. Mən sözün düzü bu vergi sistemindən bir-iki kəlmə dedim. Sonra yeri gəlsə, imkan olsa mən daha ətraflı deyərəm. Mən hesab edirəm ki, bax, əgər bu sahədən biz danışırıq ki, elə sadələşdirmək lazımdır ki, söhbət getmir sadə
sadələşmiş vergi tutma o sistemindən. Bunlar sahibkardılar. Bunlar vergi nazirliyində o insanlar voyenləri var, qeydiyyatdan keçiblər və sahibkarlıq fəaliyyəti ilə. Bir də var prinsip, geniş yayılmış dünyada patent sistemi. Burada yumşaq patent sistemini tətbiq etməklə həm o bugünkü gündə bu fəaliyyətlə məşğul olan insanları qorxutmayacaq ki, yayınmasınlar. Cəlb etmək lazımdır. Sivil formada patentlərini bir illik alsınlar və repetitorluqla məşğul olsunlar, taksi sürsünlər, təmirlə məşğul təmirlə, olsunlar. bəli. Patent sistemi yəni burada birinci növ dövlətin fiskal maraqları olmalı deyil. Birinci növ bu vəziyyətdə insanları iş yerləri ilə təmin etmək və eyni zamanda bunları sivil formada bu ödənişləri etməyə biz cəlb etməliyik. Bu qədər hələ ki, o siz deyənə mən elə bil əlavə etdim. Mən dediyim mövqe, yəni nazirlik mövqeyidir, hansı ki nazir onu həyata keçirmək istəyir. Yəni mənim mövqeyim ondan ibarətdir. İndi siz deyən kimi də sizin yanaşmanız əslində Fuad müəllim, sizin əvvəl özünü məşğulluğa verdiyiniz, anlayışın izahına verdiyiniz o klassik açılışa belə deyək, ziddir. O siz daha da genişləndirdiniz onu. Yəni mənim də yanaşmam odur ki, Sabit müəllim, siz dediniz, mən bir fərqi deyim sizə, dünya təcrübəsi ilə bağlı. Məsələn, inkişaf etmiş ölkələrdə özünün məşğulluq başqa şeydir. İnkişaf etməkdə olan ölkələrdə özünün məşğulluğa yanaşma başqa şeydir. İnkişaf etmiş ölkələrdə siz bayaq deyən kimi ikinci iş yeridir, ikinci iş yeridir, üçüncü iş yeridir, əlavə bir qazanc mənbəyidir. Amma inkişaf etməkdə olan ölkələrdə məhz işsizliyin aradan qaldırılması üçün ən çox tətbiq olunan vasitələrdən. Lakin onun üçün yoxdur. Eyni zamanda əlavə qazanc. Yox, təbii həm də əlavə. Yox, sadəcə olaraq iş, yəni mən bu sərəncamla əlaqəli nəyi demək olar? Yəni Əmək Nazirliyi qarşısında hazırda duran məsələ nədən ibarət ki, bu 6 milyon necə istifadə olunacaq? Ən səmərəli yol nədən ibarət? Artıq onlar deyiblər də onu Sabit müəllim necə istifadə olunacaq. Yəni onlar deyiblər ki, 60 neçə region, 68 rayonda hər rayonda 20 ailə seçilir. Bax, mən bilmirəm, bu yanaşma artıq qəbul olunub, yoxsa bəlkə də onların fikirlərində olan bir şeydir. Onlar onu qəbul ediblər. O deməkdir ki, mən Fuad müəllimlə o mənada razıyam, o deməkdir ki, bunlar yenə buna sosial layihə kimi yanaşırlar. Bu sosial layihə olmamalıdır. Siz əminsiniz ki, bu konsepsiya artıq bilirsiniz necə? Yox, konsepsiyadan nazir deyir ki, Sabit müəllim deyir ki, biz verəcəyik bu pulu az təminatlı ailələrə. Az təminatlı ailənin qanunvericisi açılışı nədir? Ünvanı sosial yardım haqqında qanunda yazılır ki, az təminatlı ailə hər bir ailə üzvünün gəlirlərinin ehtiyac meyarından aşağı olmasıdır. Yəni məzmun şəkildə onların gəlirləri ehtiyac meyarı məcbusundan aşağıdırsa demək aşağıdır. Qalib bəy, mən bəlkə də səhv gedib mətbuatda, bəlkə də çünki əsas yanaşma daha geniş yayılan, əgər biz beynəlxalq praktikaya baxaq, elə beynəlxalq praktika deyəndə yaxın ölkələri görürük. Rusiyanı götürsək, orada da var da, çox belə bir şey. Özdə orada məhz sən demək, özünü məşğul etmək üçün sənə yardım edilir. O da nə zaman edilir? Sən gərək müəyyən bir biznes plan ortaya qoyasan, ekspert komissiyasından keçsin ki, sən öz işini yaradırsan, elədirmi? Öz biznesini yaradırsan, ondan sonra sənə əvəzsiz olaraq, səhv etmirəmsə, 120 min rublə qədər Rusiyada yardım edir. Məsələn, orada bu özünü məşğulla bağlı çoxlu proqramlar var. Məsələn, 50-lər arasında özünü məşğulluğun təmin olunması ilə bağlı var. Söhbət gedir ki, bax, bu sərəncam imzalanıb. Hansı kateqoriya insanlar nəzərdə tutulub? Bu ola bilər tezə universiteti bitirən o cavanlar, gənclər özlərinə iş tapa bilmirlər. Bu ola bilər əlillər, bu ola bilər evdar qadınlar, bu ola bilər və ola bilər. Prezidentin sərəncamında geniş şəkildə qoyulub. Yazıb ki, əhalinin özünü məşğulluğunu təmin etmək üçün. Amma nazirliyin yanaşması odur ki, yəni söhbət orada gedir konkret az təminatlı ailələrdən. Ondan tərəq gəlin nazirlikdən biz danışmayaq. Çünki ola bilər ki, indi nazirlikdə də mütəxəssislər var, ola bilər hansısa ehtiyacları duyurlar və ilkin bunların fikri belədir ki,
bu addımı görsünlər. İndi bəlkə bizim verilişə də qulaq asandan sonra bəlkə ayrı fikirlər ortaya çıxır. Onlar özləri tək eləmirlər. Dünya Bankı ilə bağlı pilot şəkildə hansısa rayonda da həyata keçiriblər onu. Bir neçə pilot layihə həyata keçiriblər. İndi bu ikinci addımdır. Bəli, pilot layihə həyata keçiriblər. Amma bütün hallarda Sabit müəllimin dediyi kimi bu bir sahibkarlıq layihəsi. Bizim, yəni mənim şəxsən mövqeyim odur ki, bu bir sahibkarlıq layihəsi olmalıdır və tələb olunan sənədlərin içərisində də məhz olmalıdır ki, sən Vergilər Nazirliyində qeydiyyatdan keçirsən, vöhün alırsan, eyni zamanda nəzarət mexanizmi də olur. Vöhün alırsan və ya yeni sistem qurularsa, patent alırsan, eləmi? Və ya patent alırsan, təbii ki, patent sistemində bizdə yoxdur. Amma patent sistemi olsa, o daha yaxşı, daha belə deyək, həm asan olar, həm təşviq eləyər əhalini ödəmək. Təşviq edir. Çünki kiçik məbləğlərdən başlamaq olar ki, o vərdişlər yaransın. Ondan sonra məsələ də burasındadır ki, Sabit müəllim, yəni bunu dövlət məşğulluq xidməti həyata keçirəcək. Məşğulluq xidməti bu layihəni həyata keçirəcəksə, yəni ona nəzarət... Siz əminsiniz ki, məşğulluq idarəsi. Bu barədə açıqlama veriblər. Onda o sosial, necə deyim, yönümlü siz qeyd etdiyiniz nazirliyin açıqlaması ilə axı zidd olur. Bəli, ancaq o, yox, bu açıqlama belədir, amma bu sırf məşğulluqla bağlı bir, yəni bunun sosial tərəfi də var. Təbii ki, sosial tərəfi də var da. Yəni məşğulluğu təmin etmək nə deməkdir? Sosial gərginliyi azaltmaq deməkdir. O sosial mənada müəyyən yumşalma deməkdir. Məşğulluq idarəsində bəli, qeydiyyatda olanlar işsizlərdir. Elədir? Qeydiyyatdan keçənlər müəyyən şərtlərlə təbii də, düzdürmü? Sosial təminatı alanlar isə başqa kateqoriya. Bu fərqli siyahılardır. Bəli, bəli. Düzdürmü? Ona görə əgər bu vəsait məşğulluq idarəsinin istiqamətində həyata keçiriləcəksə, istifadə olunacaqsa, onda demək o sosial təminat əlavə, o yox, məhz bu işsizlər siyahısı istifadə olunacaq. Sabit müəllim, mənim təklifim elədir. Mən bununla bağlı mətbuatda bir neçə dəfə çıxış eləmişəm, amma açıqlama belədir ki, az təminatlı ailələrə veriləcək. Xüsusilə ünvanlı sosial yardım alan ailələrə üstünlük veriləcək. Onda bu necə İndi bunların sayı elə çoxdur ki, onsuz da deməli bir mənalı onlara veriləcək. Gəlin biraz xarici təcrübədən bir-iki kəlmə deyək. Ümumiyyətlə bu proqramlar bu yeni bir şey deyil. İlk dəfə Avropa ölkələrində 80-cı illərdə, 70-ci, 80-cı illərdə belə proqramlar başladı formalaşmağa və ilk model Fransada 79-cu ildə, o necə bizdə siz bayaq dediniz ki, eksperimental bir model, pilot şəklində oldu və sonra 80-cı ildə bu ildən dövlət proqramı işsiz sahibkar dırnaq arası belə adda proqram 80-cı ildə qəbul olundu Fransada və orada nə nəzərdə tutulurdu? Biznes plan əsasında təkliflər, deməli, işsiz insanlardan qəbul olunurdu, baxılırdı və bir dəfəlik yardım işsizə vermək nəzərdə tutulurdu o proqramda. Kiçik bir biznes açmaq üçün kifayət edən bir məbləğdən söhbət. Mənə elə gəlir ki, burada məbləğ məsələsində də əgər söhbət məbləğdən gəlir, məbləğ diferensiallaşdırılmalıdır. Orada mən sizə nəyi demək istəyirəm ki, tamamilə fərqli yanaşmalar olub fərqli ölkələrdə. İkinci ölkə ki, belə proqram qəbul edib, bu deməli Böyük Britaniya olub. Böyük Britaniyada öz-özünə inkişaf milli proqramı qəbul olunub və o proqramda iştirak edə bilərdi. Bütün insanlar 18 yaşından pensiyaciyətən iştirak edə bilərdi. Amması belə idi ki, onlar təqdim etməli idilər sənəd ki, məsələn, əgər bu pinəçi olmaq istəyirsə, hansısa bir sənəd o təsdiq etməlidir ki, bu sahədə bu mütəxəssisdir. Bunun bir təcrübəsi var, ya biliyi var, ya bacarığı var. Yəni ömür boyu bu malqara otarıb indi gəlib pinəçi olmaq istəmir. Ən azı bu sənayini bilir. Birinci bu şərt idi və ikinci şərt belə idi ki, ən azı 1000 funt sterlinqi özü qoymalı idi.
qalanını bir meyarda olmalı. Tamamilə razıyam. Yəni qarşılıqlı elə bir yəni həm də məsuliyyəti olsun da, təbii bu da vəsait olsun. ki, hər bir ölkədə fərqli yanaşmalar olub. Bax, İngiltərədən sonra, yəni Böyük Britaniyadan sonra qısa müddətdə 17 ölkə ilə Avropanın özündə, ondan başqa Avstraliyada buna analoji proqramlar qəbul etdi. O müddətdə 80-cı illər ilə söhbət gedir və onların hamısında, çoxsunda fərqli kateqoriyalara aid idi, insanlar kateqoriyasına, fərqli meyarlarla ölçülürdü o yardımın məbləği. Ancaq hər bir halda bütün ölkələrdə nəzərdə tutulurdu ki, qrantlar veriləcək, faizsiz kreditlər veriləcək. Yəni bir dəfəlik hansısa yardım, bu bir və ikinci mütləq təhsil. Yəni öyrətmək lazımdır bu insanları. Bu insanlar əgər hər şeyi bilsəydilər, bacarsaydılar, elə özləri bu iş yerini açardılar da. Yəni yanaşma belə idi ki, birinci mərhələdə bunları öyrətmək lazımdır, sonra ən bacarıqlılara yardım etmək ki, bunlar özü üçün bir biznes aça bilsinlər, işləyə bilsinlər. Bax, o ölkələrdə belə yanaşma idi. Bu, Fuad müəllim, yəni mən Fuad müəllimdən razıyam o mənada. Bax, biz Sabit müəllim sizinlə bir yerdə Ankara'da, Koskep'də getdik, öyrəndik o təcrübəni. Mən hesab edirəm ki, bax, bu özünü maliyyələşdirmən də bu cür olmalıdır. Mütləq onlara sahibkarlıqla bağlı, iqtisadi biliklər verilməlidir, sahibkarlıqla bağlı təlim keçilməlidir. O adamlar biznes plan yazmağı öyrənməlidirlər. Yəni, onlar bilməlidirlər ki, bu məhsulu, bazarı öyrənməlidirlər, məhsulu necə istehsal edəcəklər, kimə satacaqlar. Ən azı biznes planın tərkib hissəsini bilməlidirlər ki... Məsələn, mən Rusların təcrübəsini öyrənən zaman orada gördüm ki, onlar biznes plan, bələdçi şəklində biznes planlar hazırlayıblar və praktiki misallarla hər bölmədə suallar qoyublar sadə şəkildə, Fuad müəllim. Bizim başa düşdüyümüz mürəkkəb mənada biznes plan yox. Sadə şəkildə suallar qoyublar, cavablandırıblar və bir və ya bir neçə praktiki misalın üzərində, məsələn, sən tutaq ki, nəsə istehsal eləmək istəyirsən, buna hansı avadanlıq lazımdır, hansı xammal lazımdır, hardan ala bilərsən, bazarı necə öyrənə bilərsən, kimə satacaqsan, belə bir bələdçilər hazırlayırlar. Məsələn, Türkiyədə bir Sabit müəllimlə olduq Ankara'da, orada tutaq ki, şərt buydu ki, əgər sən 70 saatlıq təlim proqramı keçmisənsə, ondan sonra gəlib elektron şəkildə qeydiyyata düşə bilirdin. Əgər oradan sertifikat almısansa. Məsələn, çox maraqlı idi ki, orada onlar bu işə qoşmuşlar universitetləri. Bilirsiniz nə üçün? Çünki Avropanın özündə əgər sən sahibkarlıqla məşğul olmaq istəyirsən, bizdə belədir ki, pulun varsa məşğul ola bilərsən. Yəni, başlamaq üçün. Orada isə imtahan verirlər. Biliklərini Həqiqətən Avropada var, özdə 3 pillə var. A, B, C. Baxır, hansı pillədə sən imtahan vermirsən, ona da uyğun sənə icazə verirlər qeydiyyatdan keçib o biznesi açmağa. Bu bir. Deməli, mən belə hesab edirəm ki, hətta biz müzakirə edə bilərdik ki, hansı sahələrdə təlimlər keçmək olardı. Təlimlər, bilirsiniz, çox sadə olmalıdır, özdə qısa qəliz olmalı deyil. Aydındır ki, sözsüz hamısı sahibkarlıq və öz biznesini necə yaratmaq lazımdır bu sahədə. Ola bilər bu belə sadələşmiş biznes plan əsasında. Amma təlimlər hətta olmalıdır. Tək iqtisadçılar bunu aparmalı deyil. Məsələn, arıçılıq. Mütəxəssislər var. Keçməlidir bir balaca trening. O insanlar ki, bax bu sahədə istəyir fəaliyyət göstərsin, onlar üçün bunun bir texnologiyasını, yanaşmasını, ya da ki, xalçalıqdır, ya da ki, bax çox maraqlı bir sahə ola bilərdi ki, etno məhsul. Mən hərdən bir rayonlarda olanda bir də görürsən, gətirirlər, qurud. Qurudu istehsal edib, əgər bizdə, bax, indi turizm inkişaf edir, yəni, bax, belə-belə xırda bunun bir texnologiyası, bunun bir necə istehsal etmək, təqdim etmək, qonaqlara, ya yaymaq, ya satmaq, ya nə eləmək, heç kimin ağlına gəlmir bu istehsalatla məşğul olmağa da, bir məhsul kimi, hamı bilir xama, bilir kəsmik. Xidmət sahəsi kimi, məsələn, kənd turizmi, Fuad müəllim. Xidmət sahəsi kimi kənd turizmi, indi aktualdır. Öyrətmək lazım turizm. Yəni, ən azı, bax, belə treninqlər keçmək olar.
Və mən hesab edirəm ki, mühüm məsələ də bu vergi tutma, qeydiyyat və Təbii, ona da nəzarət olmalıdır. bu xüsusi prosedurlar işlənməlidir və açıq şəkildə bəyan olunmalıdır. Lap asan xidməti tərəfindən keçirilsin, nə eləsin, bu çox sadə olmalıdır. Əgər kimsə istəyir bu istiqaməti seçsin və özü üçün iş yeri açsın. Demək, vaxtımız az qalır. Mən istəyərdim bəzi ümumiləşdirmələr edək, müştərək nöqtələr varsa onları buradan səsləndirək. Birincisi, yəqin razısınız ki, bu doğrudan da mühüm bir qərardır. Elədir mi? Bu qərar məbləğ 6 milyon manatdır. Böyük məbləğ deyil. Yəqin ki, Azərbaycanın, ümumiyyətlə işsizləri özünü məşğulluğa cəlb etmək üçün daha böyük həcmdə məbləğ lazımdır. Elədir mi? Çünki indi hörmətli nazirin qeyd etdiyinə görə 20 ailəyə hər rayonda Təxminən 1400 ailə alınır. 1400 ailə. 1400 ailə alınır. Təxminən bir ailəni də 4 nəfərdən götürsək, bir yardım ediləcək də. bəli, ailəyə veriləcək. Cəmisi 1400 Ailəyə veriləcək. 1400 işsiz işlə iş özünə yaratmaq imkanını tapacaq. Bu azdır, çox azdır. Amma başlanğıc üçün, çünki yəqin ki, müəyyən bir pilot, necə deyim, bir təcrübə qazanmaq lazımdır. Olub artıq o təcrübə. O təcrübə olub. Olub, bəli, bəli. Nazirlik onu həyata keçirib, artıq olub elə bir təcrübə. Məşğulluq idarəsi vasitəsilə. Yox, mən hansı təcrübəni nəzərdə Bəli, məşğulluq idarəsi vasitəsilə, amma geniş mən başqa açıqlanmır təcrübəni nəzərdə tuturam. Nəzərdə tutduğum təcrübə nədən ibarətdir? Bax, beynəlxalq təcrübəni nəzərə alaraq, bizdə də kurslar təyin edilməlidir. Biznes planlar hazırlanmalıdır. İnsanları özünü məşğulluğa yönəltmək istəyən insanlar bu biznes planı sadə formada da yazmağı gərək öyrənsinlər. Bəli. Bu insanlar gərək öncə sübut edə bilsinlər ki, bax bu sahə arıçılığı seçirsə, onun orada müəyyən bir bilikləri var. Xalçaçılığı seçirsə, burada bilikləri var. Dərziçiliyi seçirsə, bunu bilir. Pinəçiliyi seçirsə, bunu bilir. Nə bilim, ev təmiratı ilə məşğul olmaq istəyirsə, burada deyək ki, onun yaxşı əl qabiliyyəti var, nə bilim, santexnika üzrə və s. Yəni, birincisi bunu göstərməlidir. İkincisi, özünə iş yaratmaq istəyirsə, müəyyən bir biznes plan hazırlamalıdır, elədir mi? O biznes plan müəyyən nəzərdən keçirildikdən sonra ona əvəzsiz yardım ayrılır. Bax, mən bu cür görürəm. Siz bu sxemlə... Biz də elə o cür görürük, Sabit müəllim. Biz də hesab edirik... Bu cür təcrübə mən bilən yoxdur. Yox, bizdə yoxdur. Bizdə yoxdur. Mən hesab edirəm ki, məsələn, o biznes plana uyğun olaraq da bu məbləğin minimum, maksimum hədləri müəyyənləşdirək. Ona uyğun olaraq o məbləğ ayrılsın. Yəni 4000 veriləcək vahid sabit bir rəqəm o düz deyil. Çünki o biznes sahəsi fərqlidir, görəcəyi iş fərqlidir. Elə sahə fərqlidir. var ki, 500 manat da kifayət edər işə başlamaq üçün. Elə sahə var ki, 5000 də kifayət Amma edir. burada bir problem var. İndi mən özüm də onu təklif edirəm ki, tutaq ki, bu sahibkarlıq layihəsi olsun, bu işsizlərə verilsin. Burada məsələ ondadır ki, Azərbaycan qanunvericiliyinə görə pay torpağı olanlar məşğul əhali sayılır. Onlar, yəni işsiz sayılmır. Fuad müəllim dedi tələbələr birinci dəfə iş axtardıqlarına görə onlar işsiz kimi qeydiyyata düşə bilməzlər. Yəni bu cür müəyyən bir problemlər yarana bilər də. Məsələn, tutaq ki, tələbələr bundan faydalana bilməzlər. Kimisə pay torpağı var, əgər biz dediyimiz qaydada olmaz. Məhz bu səbəbdən biz ilə başladıq bu verilişi. Birinci o qanunvericiliyi və orada o sistemləşməyə ehtiyacı qeyd. Yəni müəyyən o anlayışlar sahəsində dəqiqləşdirmələrə ehtiyac var. Bir. İkincisi, hansı siyahı əsas götürüləcək? Az təminatlı ailələr siyahısı, yoxsa işsizlər? Bu ikinci yanaşma. Burada bir qərar qəbul edilməlidir. Düzdürmü? Üçüncüsü, əgər, deyək ki, siyahı da müəyyənləşdir, hansısa bu ikisindən biri. Yanaşma necə olmalıdır? Yəni, bu insanlara ki, kimə ki, əvəzsiz yardım təklif olunacaq, onlar gərək birincisi müəyyən bir təlimdən keçsinlər, biznes plan hazırlasınlar,
o biznes planı müdafiə edə bilsinlər. Ondan sonra da demək, həvəssiz yardımı Və mütləq alsınlar. onun davamı olsun da. Siz yaxşı bilirsiniz Sabit müəllim. Orada Ankarada biz olanda öyrəndik ki, 30 min verirlər Fuad müəllim əvvəl. 30 minlik grant verirlər, 30 min lirə. Sonraki mərhələdə 70 minlik faizsiz kredit verirlər və o məbləği də sən 2 ildən sonra növbəti 2 ildə, 2 ildən sonraki növbəti 2 ildə 8 bərabər hissəyə bölməklə sən onu qaytarırsan. Yəni çox gözəl şərtlərdir. Növbəti mərhələ olur aşağı faizli kredit. Yəni bu cür sistemlə getsin. Bu cür sistem, bax bütün bunlar hamısı müəyyən bir konsepsiyada öz əksini tapmalıdır, mütləq. ortaya qoyulmalıdır, ictimaiyyətlə müzakirə edilməlidir yəqin ki və ondan sonra da tətbiq olunmalıdır. Yəni tələsmək lazım deyil Sabit müəllim. Bu sözlərdən qorxuram, tələsmək lazım deyil. Yox, tələsmək lazımdır, amma Qalib müəllim indi bir şeyi çox düzgün qeyd elədi ki, bu iqtisadiyyatda tənəzzül müşahidə olunur və bu vaxt bu özünü məşğul etmə, bu gəlirli biznes deyil. Bunu başa düşməlidir hamı ki, bu söhbət getmir gəlirli biznesdən. İnsanlar üçün bu bir yaşamaq yoludur. Yəni bu birinci yanaşmadır və hesab edirəm ki, dövlət tərəfindən ən minimal addım ola bilər ki, o özünü xilas et dırnaqarası başlığı ilə müxtəlif kursların təşkilidir. Yəni bu təlimlər pullu olmalı deyil. Deməli yardım göstərə bilər dövlət və bundan artıq dövlət sonra kim bacarır, baxız deyən kimi universitetlər cəlb olunsa o işlərə, mən iqtisadi təməlli universitetlər cəlb olunsa, Fuad müəllim kimi professorlar cəlb olunsa və o təlimləri onlar keçsə, bu da elə olar əməkdaşlıq da. Hətta dövlət sifarişi olmalıdır universitetlərə ki, bu sahədə misal üçün müəyyən sizin də Məsələn, Türkiyə o yola birdən-birə gəlib çıxmamışdı ki, təlimi universitetlər keçsin. Əvvəl özləri keçirdilər, sonradan universitetləri cəlb elədilər və o da böyük, gözəl nəticələr verdi. Yəni, bunların hamısından istifadə eləmək lazımdır. Birisi, burada mən bircə şey deyim, sonuncu cümləm kimi Sabit müəllim. Yeganə burada həqiqət ondan ibarətdir ki, dövlət ya əmək qabiliyyətli əhalisinə ya iş verməlidir, ya da ona elə bir sosial müavinət verməlidir, ya elə bir yardım verməlidir ki, o yaşaya bilsin. Biz də ona görə deyirik, gəlin iş verək. Dövlət, yəni prezidentin o sərəncamdan çıxan nəticədə odur ki, iş vermək istəyirik, gəlin işləyin. Amma özünüzdən də çox şey asılıdır da, elədir? Bir şey də mən istəyərdim ki, Fuad müəllim qeyd elədi, patent vergi sistemi haqqında. Hörmətli izləyicilər, patent vergi sisteminə dair mən burada bir daha qeyd edə bilərəm ki, müvafiq təkliflər paketi hazırlanıb, elə tədqiqatlar mərkəzi tərəfindən. Mən ümid edirəm ki, Qalib müəllim, bax bu sərəncam eyni zamanda da sizin o masanın üzərində qalan hələ ki təkliflər nəhayət müəyyən tətbiqə yol açılacaq. Hörmətli tamaşaçılar, vaxtımız sona çatıb. Mən istərdim iştirakçılarımıza bir daha təşəkkürümüzü bildirək və eyni zamanda bir daha qeyd etmək istərdik ki, çox vacib sərəncam imzalanıb. Bu yəqin ki, böyük yolun başlanğıcıdır. Çünki burada qeyd olunan vəsait yəqin ki, artacaq. Çünki o nəzərdə tutulan hələ ki, əhatə olunacaq say işsizlərin ümumi sayından xeyli azdır, elədirmi? Bu vəsait sahəsində özünü işlə təmin edə biləcəklərdən. Ona görə gözləmək olar ki, gələcəkdə bu istiqamətə ayrılan vəsaitlər dövlət büdcəsindən artacaq. Ümumiyyətlə, yəni mən düşünürəm ki, bizim bu verilişə baxan arasında rəsmi qeydiyyatdan keçən işsizlər varsa, bax bu informasiyanı, bu məlumatı nəzərdə saxlasınlar. Ola bilsin ki, onlara dəvətlər olacaq, dəvət edəcəklər ki, gəlin, bax belə imkanlar yaranır, siz də bu imkanlardan faydalanın. Yeni görüşlərə qədər sağ olun.